Məhsul kartında əlaqəli məhsullar. Əlaqəli məhsullar bölməsi bir məhsulu əvəz edən və ya onunla funksional əlaqədə olan digər məhsulları qeyd etmək üçün istifadə olunur. Bu xüsusiyyət xüsusilə ehtiyat hissələri, əlavə avadanlıqlar və ya alternativ təkliflər üçün vacibdir. Nə üçündür? Müəyyən bir məhsulu mövcud olmadıqda onun alternativi ilə təklif olunsun deyə. Texniki uyğunluqlar sistem daxilində əvvəlcədən təyin olunsun. Satış və ya təklif zamanı sürətli şəkildə əvəzləyici məhsul tapmaq üçün. İstifadə qaydası. Məhsul kartına daxil olub, əlaqəli məhsullar bölməsinə keçirik. Bu məhsulu əvəz edə bilən və ya əlaqəli olan digər məhsulları siyahıdan seçirik. Əks əlaqə seçimi ilə göstərmək mümkündür ki, əvəzləmə iki tərəfli olsun, yaxud bir istiqamətli olsun. Misal, Hyundai markalı hava filtri məhsul kartında əlaqəli məhsul kimi Kia filtrini qeyd edirik. Əks əlaqəni deaktiv edirik, çünki Kia filtri Hyundai'nin yerini tutmur. Nəticədə sistem bilir ki, Hyundai filtrinin yerinə Kia qoyula bilər, amma tərsi mümkün deyil. Harda görülür? Məhsullar siyahısında və ya satış sənədi üzərində məhsul əlavə edərkən, əlaqəli məhsullar bilməsi ilə bu məhsulu əvəz edə bilən məhsullar göstərilir. Satıcı və ya operator həmin məhsulun alternativlərini birbaşa görə və təklif edə bilər.